Qaraciyər sirrozunun əlamətləri qaraciyərin zədələnməsindən asılı olaraq dəyişə bilər. İlkin olaraq bunları qabaca iki hissəyə bölərik. Kompansiya sirroz və dekompansiya sirroz dediyimiz. Yəni ilk mərhələdə başlayan sirrozlara kompansiya sirroz deyirik. Bu zaman qaraciyər kompensator olaraq böyüməyə başlayar. UZI və qan analizlərində bunları az miqdarda da olsa görə bilirik. UZI-də qaraciyərin böyüməsi və bununla bərabər dalağın böyüməsi və qaraciyər testlərində hansı ki qaraciyərin funksional testləri dediyimiz ALT, AST, ALP, GGT, total bilirubin kimi dəyərlərində minimal bir yüksəlmələr görərik. Və bu xəstələrdə getdikcə qaraciyərin xəstəliyin səbəbindən asılı olaraq qaşınmalar, yüngül qaşınmalar, halsızlıq, yorğunluq, iş qabiliyyətinin getdikcə itirilməsi, əzələ oynaq ağrıları kimi bir çox şikayətlər, əlamətlər yaranır. Artıq dekompansiya sirroza keçmiş, ağır sirroza keçmiş xəstələrdə daha ciddi əlamətlər özünü göstərir ki, abdominal asit dediyimiz qarın boşluğuna ciddi maye toplanması və qida borusunda qaraciyərin damarının genişlənməsindən yaranan portal hipertenziya dediyimiz və bu portal hipertenziyaya bağlı olaraq qida borusunda yaranan ciddi vena damarlarının genişlənməsi və bu damarların genişlənməsindən qaynaqlı olaraq hər hansı bir səbəbdən, istər təzyiqdən, istər hər hansı bir sərt qidalardan damarların partlaması, ağızdan spontan olaraq qan gəlməsi və ya qaraciyərə bağlı olaraq qaraciyər komasına girməsi xəstələrin ki, buna hepatik ensefalopatiya deyirik. Bu üç əlamətdən biri və ya bir neçəsi olubsa, xəstəni artıq dekompansiya sirroz hesab edirik. Bunlardan daha ağır formaları isə qarın boşluğuna yığılan asitdə hər hansı bir infeksiya düşərsə, spontan bakterial peritonit dediyimiz və ya qaraciyərlə bərabər böyrək də funksiyadan düşərsə, hepatorenal sindrom dediyimiz, qaraciyərlə bərabər ağciyər də funksiyadan düşərsə, hepatopulmonal sindrom dediyimiz kimi əlamətlərin yaranması artıq dərinləşmiş qaraciyər çatışmamazlığının olduğunu göstərəndir. Dekompansiya sirrozun daha ağır mərhələsinin göstəricisidir. Bu xəstələrdə səbəbdən asılı olaraq gedəcək kliniki gedişat sürəti də fərqlənər, xəstələrin kliniki əlamətləri də fərqlənər. Bu xəstələrdə dediyimiz kimi ağır sirroza giribsə, spider angioma dediyimiz damar partlamaları olur. Dəridə nöqtə-nöqtə damar partlamalarını, qan sızmalarını görə bilərik və ya qaşınmadan qaynaqlanan dərilərində ciddi yaralanmaların olduğunu görərik. Xəstələr qaşıyar dərilərinə ciddi zərər verərlər, qanamalar yaradarlar və bunlarda tez-tez burundan və ya diş ətindən yüngül qanamalar özünü göstərər. Hansı ki, normal şəxslərdə, normal insanlarda qanama bir yerləri kəsildikdə, zədələndikdə bu qanama tez durar, qaraciyər xəstələrində isə gec durar. Bu kimi əlamətlər artıq qaraciyər sirrozunun başlanğıcını və ya ağır formada olmasını göstərər.